çıxartmaq, qarşı çıxartmaq, Əmir Əl-Mömin Əli kimi bir kişiyə qabağına çıxartmaq, alternativ gətirmək zəlalətdir. Bu şəxs tüləqadır. Bu şəxs səhabə belə deyil. Tüləqa hökmündədir. Bu şəxs xəlifə belə deyil. Kral hökmündədir Peyğəmbərin sözünə əsasən. Niyə görünməzdən gəlir? Kim Əhl-i Beytə zidd olubsa hamısının yeri var. Yaxşı, kim öldürdü? Üçüncü xəlifəni kim öldürüb? Kimin adı keçir orada? Hansı xəlifə, hansı ağac altında beyət edən səhabələrin adı keçir? Niyə gizlədirsiniz cəmaatdan? Nə demək istəmirsiniz? Nə haqqı gizlədirsiniz? Ya şişələrə nifrət edirsiniz, əcəb edirsiniz, yenə deyirəm, əcəb edirsiniz. Amma bir ədalətli olun da. Alfabetka ilə üzündən oxuya bilməyənlər və yaxud da ki, söz oyunu oynayanlar bir dənə bir söz gətirək, sözü bağlayaq bir-birinə, insanlar ta ki assınlar. Biri şeyləyir, təqiyyə eləyir, etiqadın gizlədir, biri fikrin gizlədir, biri şəxsiyyini. Sonra deyirlər, şeylər deyirlər ki, siz təqiyyə edirsiniz. Allah Rəsulundan sonra Əhl-i Beytin başı... Səd ibn Ubadə niyə öldürüldü? Şamda niyə öldürüldü? Adam Ənsardandır, Ənsarın böyüklərindəndir lap. Beyət eləmədi. Birinci xəlifə də beyət eləmədi. İkinciyə də beyət, üçüncüyə də beyət eləməyib. Adamı Şamda vurdular, öldürdülər. Sonra adı qoyuldu ki, tarixdə xəbər gəldi ki, Səd ibn Ubadəni hamamda cinlər vurub öldürüb. Oxla cinlər vurub öldürüb. Bunun oğlu Həzrət Əlinin Siffeyndə şəhid oldu. Səd ibn Ubadəni. Siffeyn döyüşündə Həzrət Əlinin yanındaydı. Səhv eləməsəm adı Qeys idi. Vurdular, öldürdülər. Həzrət Əlinin yanında şəhid oldu. 10 minlərlə insan ölüb. 10 minlərlə insan ölüb. Allah Rəsulü buyurur ki, kim bir mümini əmədən, bilərəkdən vurub öldürərsə, yeri əbədi qalacağı cəhənnəmdir. 10 min dənə adam öldürülüb Həzrət Əlinin ordusu ilə, istər Siffeyndə olsun, istər Nəhravanda olsun, istər Cəməldə olsun. Bu insanların qanı kimin boynunadır? Bir belə insanın qanı kimin? Bu hamısı cənnətə gedəcək. Bunun biri cəhənnəmə gedəcək, biri digərini öldürüb. Haqsız yeri öldürülüb biri. Əbul-Qadiyə kimdir? Əbul-Qadiyə kimdir? Ağac altında beyət edən şəxs. Əbul-Qadiyə. Hüdeybiyyə sülhündə iştirak edib. Ağac altında Həzrət Peyğəmbərə beyət edib. Əmmarın qatilidir. Əmmar Yasirin qatilidir şəxsən. Ağac altında beyət edənlərdən Allah razıdır. Yadullahi fəvq əydihim. Allahın əli onların əllərinin üstündədir. Əbul-Qadiyə. Kimdir? Deyilib ki, səhabədəndir. Yaxşı, bu səhabə Əmmar Yasir bir dənə səhabəni öldürüb. İkisi də cənnətə getdi. İkisi də cənnətdədir. Niyə görə ikisi də cənnətdədir? Çünki bizə belə sərf edir. Desək ki, biri cəhənnəmdədir. Bütün səhabələr göydəki günəş kimidir. Siz bilirsiniz ki, bu Peyğəmbər Salavatullah'dan hədis var. Deyib ki, mənim Əhl-i Beytim göydəki ulduzlar kimidir. Götürüblər bir də alternativ düzəldiblər səhabələr. Bu səhabələrin nə qədəsi, açım kitabdan oxuyum sizə, görsədim istəsəz sizə. Nə qədəri şərab içib, nə qədərsi zina eləyib, nə qədərsə haqsız yerə insan öldürüb. Bu səhabələrdən. Bunu gətirib kimlə müqayisə edirsiniz? Əhl-i Beytlə. Sonra deyirsiniz ki, biz Əhl-i Beyti sevirik, biz əlini sevirik biz. Əlinə tər sevirsə, əlinin başına qılınc vuranları, əliyə qarşı çıxanları, əliyə şərab içdi deyənlər bizim başımızın üstə yeri var. Necə oldu bu? Niyə zorla eləmək istəyirsiniz? Özünüz azmısınız, cəhənnəmə azmısınız, cəmaatini yazdırmaq istəyirsiniz, qorxmursunuz? Hələ bir iddia edirlər. Bu Maviyan siyasətidir də deyir, mən yalanı o qədər deyirəm, axırda o şeyin düz olmasına and içirlər. Bəli, deyir ki, kişi gəlir, bazarda dəvə satır, dəvə. Dəvəni satır.
Bir nəfər çıxır bu tərəfdə deyir bu mənim dəvəmdir. Deyir sənin dəvən deyil, bu mənim dəvəmdir. Öz dəvəmdir mənim. Deyir yox mənim bu erkək dəvə mənim dəvəmdir. İş gedir çıxır, söhbət böyür, gedir çıxır Muaviyyənin yanına. Muaviyyə deyir ki bu dəvə bu kişinindir. Deyir ki mənim dəvəm axı erkək dəvə deyil, mənim dəvəm dişi dəvədir. Bu deyir erkək dəvədir. Mənim dəvəm amma bu görün bu dişidir bu dəvə. Deyir ki hökm verilib. Muaviyyə deyir hökm verilib. Sonra Həzrət Əli xəbər göndərir. Camaat mənim hazırladığım bu 100 minlik ordu elə bir ordudur ki, erkək dəvəyə dişi desəm qəbul edirlər. Mənim sözümə inanırlar, özlərinə də inanmırlar. Belə bir cəmiyyətlə, belə bir cəmaatla yaşayanlar, belə bir insanların dediyi, qoyduğu bir qayda var gəlib çıxıb bu günümüzə. Adamlar ağlını işlətmir ki, qardaş, əgər sən məni öldürmüsənsə, ya sən haqlısan, ya mən haqsızam. İkimizdən birimiz haqlıdır, birimiz haqsızdır. İkimiz də sən məni öldürmüsənsə, ya sən cihad eləmisən, mən şəhid olmuşam. Sən cihad eləmisən, mən cəhənnəmə getmişəm. Ya da sən qətl eləmisən, mən cənnətə getmişəm. İkisindən biridir. Mümkün deyil. Deyilir, yox, elə hamısı biri. Əbul Qadiyə Əmmar Yasiri öldürüb, İslam'a cənnətə gedib. İkisi də sahabədir, ikisi də ağac altında beyyət edəndir. Bizə nisbət verirlər. Sizin etiqadınız şeydən gəlib. Farslardan götürmüşsünüz etiqadınızı. Farslardan. İrana Şiəliyi Azərbaycanlılar öyrədib. Başa düşürsünüz siz bunu? Şah İsmail Xətaninin vaxtında. Azərbaycanlılar ora aparıblar İslamı. Şiəliyi. Amma dünyanın özünə yayılan əhl-i-sünnə kitabları kimdir? Buxari kimdir? Əhl-i-sünnə. Müslim kimdir? Əhl-i-sünnə. Əbu Davud. Tirmizi kimdir? Hakim Nişapuri kimdir? Məhəmməd Qəzzali kimdir? Sünən-i Macə kimdir? Nəsai kimdir? Baxmısınız bu şəxslər sizin ən böyük alimləri hamısı əhl-i-sünnədir. Xəbər şeydir, üzr istəyirəm. Farsdır. Xəbəriniz var? Fars. Ya bilirsiniz farsdır. Bizə deyirlər ki, sizdən şeydir, nədən adı? Farslardan dini öyrənmişsiniz. Farsların dinini öyrənmişsiniz siz. Turan bir dəqiqə elanı deyim. Dostlar, burada bir qardaşımız var.